Deməli, sənin öz şəxsi avtomobilin var və uzun müddətdir ki, öz avtomobilini idarə edirsən. Təxminən neçə müddətdir? 4-5 il olar. Əla. Bu günə qədər sağ-salamat sürmüsən, bir hadisə falan ciddi problem olmayıbdır ki, şükür Allah, Allah qoruyub. Və bugünkü gün gəlmisən ki, o çatışmayan tərəfləri düzəldəsən, tam təkmilləşəsən. Bugünkü gündə mən sənin idarə etmənə baxdım və böyük boşluqlar müəyyənləşdirdim. Bir, sükanda əlin düzgün işləmirdi, yəni sükanı düzgün çevirə bilmirdin. İki, ayağın pedalda düzgün işləmir. Bax, bu şəkildə hoppandırırdın ayağı, hələ də davam edirsən. Üçüncüsü, aşırı sürətlə hərəkət edirdin. Bunlar minusdur, bunlar qəbahətdir. Amma indi izah eləyəcəyimsə, bu qəbahət deyil, sadəcə olaraq sözümü düzgün qəbul elə, sürücü olaraq savadsızlıqdır. Yəni, sürücü, başqa mövzuda alim ola bilərsən. Sürücü olaraq bu mövzuları bilmirsən. Bilmədim, ona görə də gəlmişəm ki, siz bu məndə olan bu anlaşılmamazlığa, bu boşluğu, nə bilim, başa düşmədiyim çox şeylər var. Yəni, sürə bilərəm, amma bilmədiyim çox şeylər var. İnşallah, hamısını düzəldəcəyik. Tamam qızım, bax. Sən bugünə qədər sürdüyün tərzlə sadə, bəsit yollarda sürə bilərsən, amma ekstremal vəziyyətlərdən çıxa bilməzsən. Yəni, ona biz deyirik, Allah ümidinə gedən maşın. Bax, indi mənim sənə izah eləyəcəklərim döngələrin hesablaması, yəni döngələrin raşotu olacaq. Hansı ki, bu kənardan baxan bir çox insanlara bu mənasız gəlir ki, əşi, döngənin də raşotu olar, gördün dön. Bunu profesional olanda biz bu raşotlardan istifadə eləmirik, hissiyatla dönürük. Amma profesional olana qədər mümkün deyil ki, biz hesablama aparmadan o maniyələrin arasından keçə bilək. İndi bunun nə qədər, nə dərəcədə vacib olub olmadığını sənə də, izləyicilərə də ispat eləmək istəyirəm. Bir neçə ildir maşın sürən adamsan, Allah qorusun. Düz yolu sürürsən, onu hamı sürür. İndi sənə verəcəyim tapşırıq nədir? Bax, sağda ağaclar var. Bax, bu sağdakı ağacların əyləci burax qızım. Sən rahat burax əyləci, biraz qarşıya geçsin avtomobil. Aha. Bax, bu sağdakı ağacların arasından, bax, bu ağacla soldakı, bax, o ağacın arasından. Buradan sağa dönürsən, daha sonra elə dönürsən ki, böyrün sağdakı bu ağaca dəyməsin və yaxud da maşınının solu o ağaca dəyməsin. Daha sonra sola dönürsən, yəni orada dayanmış ağ avtomobilin arasıyla, ağ avtomobillə ağacın arasından, yəni keçirsən sola, təkrar yenə sola. Elə dönürsən ki, maşınının burnu o ağ maşına dəyməsin, maşınının solu sola dönərkən o ağaca dəyməsin. Daha sonra irəliyə doğru gedirsən, yenə sola dönürsən, elə dönürsən ki, maşınının böyrü solunda olan ağaclara dəyməsin və burnu, ön hissəsi oradakı setkaya dəyməsin. Yaxşımı? Qorxma, mən yanındayam. Mənim ayağımın altında pedal var. Nə lazımdırsa mən sənə kömək eləyəcəm. Sadəcə olaraq bilmək istəyirəm, bunun öhdəsindən bu bilgilər olmadan gələ biləcəyik, yoxsa yox? Buyur, hadi bismillah. Əl hələ də yanlış işləyir bu arada. Dirəmə qızım, dirəmə. Bax, uca ona dəyirsən. Dəyirəm. Hə, dəyirsən. Arxaya vermək olar? İndi dinlə. Birincisi, arxa çox yoxuşdur. İkincisi, belə düşün ki, biz axı sürü psixologiyasından yaşayan bir cəmiyyətik, toplumuq, əksəriyyətimiz. Düşün ki, sən döndün, sənə də baxıb 10 dənə sürücü dalınca gəlib uca. Dala dönməyə imkanın yoxdur. Bax, burada məsələ bir dəfəyə dönməkdən gedir, dala qabağa eləməkdən yox. Yaxşı, bunu anladıq. İndi qoy erə, düyməni sıx, sükanı çevir sağa, axıra kimi.
axıra kimi çevir. Cüzi qaza toxun zərif, balaca. Zamanı geri qaytaraq birazca. Cüzi toxun, biraz da cüzi qaza toxun. Biraz da toxun qızım, kifayətdir. İndi qoy rejimini. Buyur. Böyründəki ağacı da düşün. Sağa bax. Buradan sola dönürük. Direnler oldu. Və budur. Keçə bilmədi. Düzdürmü qızım? Orada da keçə bilməmişdin. Yəni bir dəfəyə keçməkdən söhbət gedir. İndi qoy ərə sükanı çevir sağa axıra kimi. Axıra kimi çevir. Əyləci burax. Cüzi qaza toxun, qorxma. Kifayətdir. Saxla. Qoy deyə. Döndər sola, sona qədər. Cüzi qaz ver. Davam elə, davam elə. Cüzi qaz ver. Bir qazı qızım ver. Biraz da qaza toxun. Düz get, düz get. Davam elə, cüzi qazı ver və saxla. İndi dinlə məni. Sən məndən öncə maşın sürmüsən deyə mənə ram olmursan, itaət eləmirsən. Amma xahiş edirəm, dediyimi elə indi, yaxşı? Əlləri sükandan tamamən götür. Əyləci burax. Sadəcə tormuzu burax. Əlivi burax. Buraxmışam, yox. Qoy yerə. Ayağın tormuza dəyməsin. Əlivi götür sükandan. Əlin sükana dəyməsin. Sadəcə olaraq sərnişin qismində izlə. Yaxşı? Mən idarə eləyirəm. Cüzi qaza toxun, məndə qaz pedal yoxdur, azacıq. Davam elə qızım. Birazca da qaza toxun. Əlvi götür. Hə, indi birazca da burax tormuzu. İndi mən dediyim elə, yaxşı? Tut rolu. Qoydum sənin üçün deyə, əyləci burax. Tormuzu burax, rolu tut. Bax, maşınının burnu, bu yox. İkinci daldakı ağac var, yəni bu yox, biraz daldı. Bax, onunla bir olanda rolu bir kuruq sağa döndər. Həzin qaza toxun, oldu bir. Bax, maşınının qabağı. Böyük ağaca. Bəli, böyük ağacdan bir oldu. Döndər indi. Bir dövrə, bir kuruq sağa çevir rolu. Bir kuruq fırlat. Bir kuruq burada tamamlanır. İndi əyləci burax, getsin qabağa. Get. Davam elə. Get. Rahat ol. Get. İndi tələsmə. Güzgün. Bax, burax tormuzu. Tormuzu burax qızım. Mən rolu fırladım bir də. Sonra təkrar biraz dala qaytardım. Yox, heç nə eləmədi. Sadəcə olaraq dediyimi elə. Sağa döndük, alındı. İndi əyləci burax tormuzu, yəni burax. Güzgün bu maşın, yəni ağaca çatanda rolu sona qədər sola döndərəcək. Əyləci burax və döndər. Çatdı. Çevir, axıra kimi çevir. Gedə. Axıra qədər, bəli. Dirəmə rolu sona qədər. Get, qorxma. Get. Get, qorxma. Toxunmadın ki bu maşına. Get, burax əyləci. Tormuzu birazcık. Əhsən. İndi düzelt rolu. 1, 2. Davam elə. İndi güzgün bu maşına, üzr istəyirəm, bu ağaca, yəni solundakı maneəyə çatanda sona qədər rolu döndər sola. Buyur. Çatdı. Çevir sola. Gedə. Axıra qədər çevir. Bax, ağaca dəymədin ki.
Qaza toxun. Toxun qaza, qorxma, ürəyin olma. Bura dəymədin ki. Ay sağ ol. İndi saxla. Mən sadəcə olaraq mən dedim indi, sən elədin. Amma özün görürsən, mən necə bildim? Bunun raşotu var da demək ki. Yəni Rəşid müəllimin bir gözəl söz var, deyir, elmdən kənar heç nə yoxdur. Səndə vərdişlər var, yanlış da olsa, düz də olsa, amma raşotları bilmirsən. Bu raşotlar sənə verilməli. Sadə bəsit yoldan sürə bilərsən. Aydın oldu, qəbul elədinmi raşotun lazım olduğunu? İndi cüzü qaza toxun, düz davam edirik.